Salamlar değerli izleyicilerimiz. Bugün çok ciddi bir mövzumuz var. Körlük nədir? Hal-hazırda biz daha bu termini istifadə etmirik. Gözdən əlil və yaxud da məhdud görmə qabiliyyətli insanlar adlandırmağa başlamışıq. Bu görmə faizi 3%-dən aşağı olan hallara aid edilir. Deyək ki, müxtəlif patologiyalar, göz dibinin anadan gəlmə zədələri, görmə sinirinin atrofiyaları, Stargardt bez xəstəliyi zamanı, qalkoma xəstəliyinin ağırlaşması kimi, cərrahi olunmamış katarakta, mirvari suyu xəstəliklərində də bu durum yarana bilir. Mütləq surətdə səbəb aşkar olmalıdır. Belə ki, bəzən körlüğün aradan qaldırılması mümkün olur. Cərrahi əməliyyatlarla, bəzi hallarda isə bu halları aradan qaldıra bilmirik. Bir sıra xəstəliklərin nəticəsində yaranan körlük müalicə olunmaya bilir. Bu xəstələrə xüsusi yanaşma gərəkir. Xüsusi alətlərin istifadəsi, böyüdücü cihazların istifadəsi onların həyat fəaliyyətini asanlaşdıra bilir və bunun üçün ölkəmizdə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində xüsusi bir şöbə yaradılmışdır. Gözdən əlillər üçün onların həyat tərzini yüngülləşdirmək, rahatlaşdırmaq üçün bütün cihazlarla təmin olunmuş bir şöbəmiz vardır. Bu xəstələrə xüsusi qayğı və diqqət ölkəmizin və göz həkimlərinin öhdəsinə düşür və bu mövzular haqqında hər hansı bir çətinliyiniz varsa bizə yazmanız məsləhətdir. Diqqətiniz üçün təşəkkür edirəm.